Hamıya salam. Növbəti faydalı videoma hoş gəlmisiniz. Bugünkü videomda ekranda baxdığınız MyGov mobil tətbiqi ilə iş yerinə dair arayışın onlayn formada necə alınmasını addım-addım göstərəcəm inşallah. Bunun üçün MyGov mobil tətbiqinə daxil oluruq. Aşağıda sol tərəfdə xidmətlər yazılan bölməyə keçid edirik. Sağ tərəfdə yuxarıda ikinci məşğulluq yazılan bölməyə keçid edirik. Aşağı düşürük. Baxırsınız, iş yerinə dair arayışın alınması yazılan bölməni seçirik. Burada xidmətin detalları göstərilib. Xidmət ödənişsizdir. Aşağıda müraciət et yazısına toxunuruq. Baxırsınız, arayışın tərkibi. Buradakı bölmələri düzgün formada əlavə etməliyik. Birinci bölmə, iş yeri. Yəni, hansı qurumda əmək müqaviləsi ilə işləyirsinizsə, burada seçim edin yazısına toxunandan sonra iş yerini çıxır. İş yerini seçirsiniz. İkinci bölmə, arayışın təyinatı. Yəni, arayışı hansı məqsəd üçün alırsınızsa, seçim edin yazısına toxunuruq. Burada viza almaq, kredit almaq, ipotek almaq və yaxud da digər. Hansı uyğundursa sizə onu seçirsiniz. Mən digər bölməsini seçirəm. Üçüncü, təqdimat yeri. Arayışı ümumi və yaxud da ünvanlı. İki seçimdən birini edə bilərsiniz. Məndə ümumi seçilmiş olaraq qalır. Dördüncü bölmə, əmək haqqı məlumatları. Arayışda əmək haqqınız göstərilsin və yaxud da göstərilməsin bölmələrini seçə bilərsiniz. Məndə göstərilsin olaraq qalır. Beşinci bölmə, əlaqə nömrəsi. Məndə sistemdə əlaqə məlumatları mövcud olduğu üçün avtomatik olaraq əlaqə nömrəsi olan bölmədə əks olunur. Deməli, bu bölmələri düzgün formada əlavə edəndən sonra aşağıda davam et yazısına toxunuruq. Budur. Arayış hazırdır. Baxırsınız, arayışı yüklə yazılan hissəyə toxunandan sonra arayış avtomatik olaraq sizin mobil telefonunuza PDF formatda yüklənir. Deməli, arayışı PDF formatda tələb olunan quruma da göndərə bilərsiniz və yaxud da mobil telefonunuza yüklənmiş arayışı hər hansı bir kserokopiya yerində A4 sənəd formasında çıxardıb deməli, tələb olunan quruma göndərə bilərsiniz. Bu qədər sadə. Deməli, MyGov mobil tətbiqi ilə iş yerinə dair arayışın onlayn alınması videom bu qədər. Ümid edirəm ki, videom sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.